həqiqətən çox böyük bir rezonans oldu. Birinci ailənin görüntüləri, həqiqət, yalanmaşının dediklərinin yalanmaması. Amma eyni zamanda biz başqa bir trendi də müşahidə etməkdəyik ki, birinci ailənin bir yox, bir neçə üzvü məişət dilindən desək, raskrutka olunmaqdadır. Onların reklamı, tədbirlərə gedirlər və s. Məsələn, Davos İqtisadi Forumunda biz həm də birinci ailənin digər üzvü Leyla Əliyevanın da iştirak etdiyini gördük görüşlərdə, yüksək səviyyəli görüşlərdə, müşavirələrdə. Daha sonra isə xanım İsveçrədə görünür, bilmirəm, istirahətdən sonra mı, ad gündən mi sonra, amma yenə də görüşlər keçirməkdədir. Məsəl üçün, ekologiya həsr olunmuş bir tədbirdə Azərbaycan adından çıxış edir, iştirak edir və s. Maraqlı hadisədir. Yəni, bir tərəfdən biz bir ifşanı görməkdəyik ki, və bu da şok yaradıb hakimiyyətdəki hakimiyyəti atadan oğula ötürmək prosesi, digər tərəfdən isə ailənin digər bir üzvünün də tirajlanması. Bilmirəm, bu gözlənilən idimi sizcə? Leyla Əliyevadan söhbət gedirsə, bəli, mən bunu əvvəlki çıxışlarımda da bir-iki dəfə vurğulamışam ki, İlham Əliyevin, Əliyev ailəsinin ölkəndə prezidentliyi mi, bilmirəm, bəlkə qarşıdakı vaxtlarda situasiya dəyişər, baş nazirliyə mi keçər, ya nəsə Azərbaycanı idarə etməyi yalnız öz ailəsində görür. Oğlu, oğlunda alınmasa A variantında, B variantı qızı və Leyla Əliyeva. Çox doğru vurğuladınız. İlham Əliyev Trumpla görüşdə həyat yoldaşı ilə bərabər Leyla Əliyevanı da gətirdi Davosda. İlham Əliyev, mən deyərdim ki, ümumiyyətlə prezident ailəsi Bala Heydərdən, hansı ki bu çox müzakirə olunur ki, özündən sonra prezident onu etmək istəyir. Bala Heydərdən daha çox, məncə, fokuslanır və buna, necə deyirlər, o rus dilində stavka mı deyirlər, ona edir, Leyla Əliyevaya edir ki, Leyla Əliyeva ölkəni idarə edən şəxs olsun gələcəkdə. Yəni, bilirsiniz, İlham Əliyev özü qumarbazdır, bunu hamı bilir, həmçinin də biznesmendir. Və qumarbazın da, biznesmenin də üst-üstə düşürsə, ikisi də bir-birlərini tamamlayır və ən optimal, ən uyğun ola bilən variantı seçir. Leyla Əliyeva Bala Heydərdən daha çox prezident olmağa gələcəkdə ehtimalı olan bir şəxsdir. Əliyev ailəsi üçün də. Nəyə görə? Bala Heydər xəstəliyi var, yəni bu həm xəbərlər yayılır, həm məsəl üçün məndə də xəbər oldu, bunu da paylaşdıq ki, Davosda necə ola bilər ki, Bala Heydəri gətirməsin, 2 gün sonra Donald Trumpla görüş olacaq, çox, yəni də bir tarixi bir görüş üçündür Əliyev ailəsi üçün. Belə bir görüş hələ olmayıb Trumpla, mənim xatirimə gəlmir. Rəsmi görüş olsun, ayrıca xüsusi ayrılmış prezident ailəsi ilə görüş olsun. Burada prezidentin özü olsun, burada həyat yoldaşı olsun və ailə üzvü olsun, qarşı-qarşıya otursunlar. Belə bir şey olmayıb da, Sevinç xanım, yəqin siz də şahid olmamısınız. Ayaq-üstə görüşüblər, əlləşə tutublar və s. Amma xüsusi bir rəsmi görüş olmayıbdır. Və belə bir görüşə də öz oğlunu gətirməsin. Belə görüşlərdən çox olub. Yəni, bilirəm, başlı sözünüzü kəsirəm. Sadəcə Azərbaycan mediasına yazırlar ki, güya İlham Əliyevə ən çox, deməli, diqqət ayrıldı, belə bir xüsusi görüş oldu. Əslində, Ağ Evin səhifəsində eyni gündə, eyni yerdə, mən dəqiq rəqəm söyləməkdə çətin çəkirəm, bilmirəm, 20-dir, 30-durmu? Yəni, bu qədər sayda görüş keçirilib. Yəni, bu yalnız bayraqlar doğrudur, dəyişdirilirdi orada. ABŞ bayraqları gəh Azərbaycana gətirir, gəh o bir ölkələri gətirirdi. Yəni, bu deməzdim ki, xüsusi bir... Yox, Əliyev ailəsi üçün xüsusi görüşü. Təbii ki, Trump administrasiyası, Amerika ictimaiyyəti gündəmi üçün önəmli bir şey deyil. Azərbaycan prezidenti onun ailəsi ilə görüş. Bəlkə də heç olmaz. Təbii. Azərbaycan prezidenti ümumiyyətlə illər öncə sadəcə olaraq görüntülənmək üçün dərdən qabıqdan çıxırdı. Məsələn, gedirdi, nə bilim, bir prezident Obama ilə
ayaqüstü hansısa danışıq olurdu, görüşmək olurdu bir sammitdə. Şəklini çəkib yayırdılar ki, Azərbaycan prezidenti ABŞ prezidenti ilə görüşür. Burada isə mən sizinlə razıyam. Oturaqdır, oturublar. Burada ailə üzvləri də var. Arxada Azərbaycan bayrağı var. Bu əlbəttə ki, daha təmtəraqlıdır. Bu daha xüsusi diqqətli. Amma dediyim kimi həmin gün, həmin saatda prezident Trumpın onlarla bu cür başqa ölkə liderlərlə görüşləri olub. Mən indi dəqiq rəqəm söyləməkdə çətinlik çəkirəm. Burada. Söhbət ayrı-ayrı prizmalardan baxmaqdan gedir. Yəni Trump və Amerika gözü ilə baxanda kiçik və önəmsiz bir şeydir. Müddəti də əhəmiyyətlidir. Yəni müddəti də əhəmiyyətlidir. Əgər sən 2 saatın içərisində 20 liderlə görüşürsənsə, artıq hesablama aparmaq olar ki, hər bir görüşə nə qədər vaxt ayırır. Yəni bir neçə dəqiqəlik görüş olub əslində bu. Bəli. Mən deyərdim ki, İlham Əliyevin Davosda ən çox gözlədiyi və ən çox hazırlaşdığı və ən çox önəm verdiyi də Trumpla görüşü idi. Orada hansısa biznesmenlərlə, hansısa başqa ölkənin prezidenti ilə görüşü deyil, ailəsini orayla görüşdürmək idi Trumpla. Amma Heydər Əliyevin orada olmaması həmçinin də onun xəstəliyi ilə bağlıdır. Və sosial şəbəkələrdə Heydər Əliyev yoxdur, onun adına bir profil yoxdur. Çünki adam heç yerə gedə bilmir, bir adam gərək hərəkət edə bilsin ki, gərək adam aktiv olsun ki, iş başında olsun ki, kiminlənsə görüşərkən biri var ki, baxın, azı çıxır, Azərbaycanda Heydər Əliyevi aparır hansısa özü ilə bərabər Qarabağa, canlı çəkiliş yoxdur, başqa xarici ölkə vətəndaşı deyil və s. Və bir şey də olsa, yıxılsa da, bir başına da bir şey gəlsə, onsuz da həmən görüntüləri bir saat sonra göstərirlər və yaxud oranı heç Heydər Əliyev yıxılsa da göstərməzlər. Amma xaricdə görüşlər və nə bilim, başqa, məsələn, Leyla Əliyevə kimi başqa ölkələrin nümayəndələri ilə Heydər Əliyev görüşsə, o potensialda olan bir adam deyil. Görüşsə, başına bir şey gələ bilər və o da ayrı bir biabırçılıq ola bilər. Hansı ki, bunu biz Ərdoğanın dili ilə, biz Türkiyə telekanallarından eşitdik ki, Heydər Əliyev xəstədirmi? Nəsə onun yenə başına bir şey gəlir, o da deyir ki, hə, yıxılıb, ayağı yenə xarab olub, yəni nə bilim, ağrıyır, xəstələnibdir və s. Yəni bu faktdır, bunu danmaq olmaz. Mən onun xəstəliyini alqışlamıram, xəstəliyi olsa. Amma analiz edirik ki, Əliyevin gələcəkdə öz oğluna hakimiyyəti ötürməsi sual altındadır. Bu, təbii səbəblərdən dolayıdır. Amma qızı Leyla Əliyevanı hər yerdə gözümüzə soxur. Hər yerdə gözümüzə soxur. Leyla Əliyeva yarı dövlət rəsmi görüşlərinə gedir. Nə bilim, bütün ölkələrin rəsmi şəxsləri ilə görüşür və deyək ki, başqa ölkənin həyat yoldaşı, prezidentinin həyat yoldaşı ilə, nə bilim, Vyetnama gedir, nə bilim, Səudiyyə Ərəbistanına gedir, Omana gedir, İsveçrədə gəlib görüş keçirdir. Düzdür, orada danışığı görüntülənmir. Amma hər bir halda rəsmi görüş keçirir. İlham Əliyev ona görə dedim ki, qumarbazdır və biznesmendir, stavka qoyur. Leyla Əliyevanın 2,1 milyon Instagram izləyicisi var. Nə bilim, Facebookda belə aktivliyi var və adam da aktivdir. Baxın, amma Arzu Əliyeva belə deyil. Bacısı kimi aktiv deyil. Yəni, çox ehtimaldır ki, Leyla Əliyevanı gələcəkdə başına keçirsin. Bəli. Həm də ambisiyalı adamdır və həm də nəyə görə, baxın, Emin Ağalarova belə şərait yaradır, oğullarına şərait yaradır, əkizlərinə şərait yaradır. Emin Ağalarovun qabağı niyə açıldı Azərbaycanda bir neçə ilin içərisində? İlham Əliyev Emin Ağalarova yaşıl işıq yandırır, özü ilə rəsmi Özbəkistana aparır, Çinə aparır, orada rəsmi görüşlərdə bunu da deyir ki, bu mənim ailəmin üzvüdür. Niyə Leyla, niyə Səməd Qurbanova bunu etmirlər? Yəni Arzu Əliyevanın həyat yoldaşını, onu çıxdaş eləyiblər, uzaqlaşdırıblar, amma Emin Ağalarovu yaxınlaşdırıblar. Yəni, Əliyev ailəsinin nə qədər də insanlara bəlkə də inandırıcı gəlməz ki, Leyladan prezident olar, Leyla özünü idarə edə bilmir, ölkəni idarə edir. Vaxtilə bunu İlham Əliyev haqqında da deyirdi ki, bu adam özünü idarə edə bilmir, amma sırıdılar ölkənin başçısı elədilər. Ramiz bir tərəfdə. Leylanın da Ramizləri var da, yəqin ki, onlar. Leylanın da Ramizi Anar Ələkbərovdur da bilirsiniz. Hara gedir? Dayəsidir. Prezidentin köməkçisi Anar Ələkbərov Leylanın əslində köməkçisidir. Dayəsidir, sulka daşıyanıdır. Yəni, bu faktdır, bunu da göz ardı etmək olmaz. Məncə, Leyla Əliyeva faktorunu unutmaq olmaz.
Bəli, biz bunları ona görə müzakirə etmək məcburiyyətindəyik ki, Azərbaycanda Tural bəyin lap əvvəldən dediyi kimi hakimiyyətin dəyişdirilməsi yalnız ailə daxili baş verəcək, yaxud üzr istəyirəm bu ifadəmə görə cinsi yolla ötürüləcək hakimiyyət. Yəni variantı yoxdur. Biz başqa ölkələrdə məsələn bizim kimi jurnalist, blogerlər onlar müzakirə edirlər ki, hakim dairədə namizəd kim ola bilər, kimin potensialı yaxşıdır, kimdir ulduz, kimin şansı çoxdur, elə deyilmi? Bizim isə Azərbaycanda sən YAP partiyasının, nə bilim, lap belə həyatını ona həsrət yapa, YAP sənə sinənə nə qədər istəyirsən medallar qoysun, səni vəzifəyə çəksin və s. Axı bu adamların heç birisinin azacıq da olsun hakimiyyətə gəlmək şansı yoxdur. Bunu YAP da çox gözəl bilir. Onlar bilirlər ki, hakimiyyətin taleyi heç də YAP-da həll olunmur. Nə bilim, heç də prezident aparatında həll olunmur. Onlar bilirlər ki, hakimiyyətin taleyi bir ailənin içərisində həll olunur. Ona görə də biz bütün bu mövzuları müzakirə etmək məcburiyyətindəyik. Mən sizə açıq etiraf edim ki, zəhləm gedən mövzudur. Kim nədir və s. Bu birinci ailə deyil, bu hakimiyyətdir. Onlar və mən də əvvəlki verilişlərimdə əslində belə bir fikirdə səsləndirmişdim ki, o yerdəki hakimiyyət ailə içərisində həll olunur, yəni sülalə hakimiyyətidir. Orada daxili davaların olması labüd və qaçılmazdır. Biz bunu tarix boyu müxtəlif ölkələrdə olduğunu görə, elə öz Azərbaycanın özündə, elə bu ailənin özündə də görmüşük ki, məsələn, İlham Əliyevin hakimiyyətə gəlməsi, Heydər Əliyevin seçim etməsi, qardaşla bacı arasında çox uzun illər soyuqluq olması, mümkün konfliktin olması və s. Yəni bunlar da gözümüzün qarşısında olub və eyni zamanda olmaması da mümkün deyil. Yəni sən burada söhbət çox böyük pullardan, mənsəbdən, sərvətdən, hakimiyyətdən gedir və aydındır ki, bu baş verir və mən əslində bunu həm də bununla izah edərdim ki, biz eyni zamanda həm oğul Heydərin raskrutkasını görürük, eyni zamanda Leyla Əliyevin raskrutkasını görürük, reklam olunmasını görürük. Açığı məndə belə bir təəssürat yaranır ki, yəni bu daha çox yenə də bizi Şimali Koreya modelinə mən müqayisə edərdim. Məsələn, Şimali Koreyada bilirsiniz ki, orada da sülalə hakimiyyətidir. Üçüncü nəsil diktaturadır. Kimlər, kim familiyası, kim sülaləsinin nümayəndələridir. Baba, o ata və oğuldur bugün hakimiyyətdə və Kim Jong-un'un yanında eyni zamanda hətta onu bəzən deyirlər ki, o boz kardinaldır. Hər şey əslində Kim Jong-un yox, Kim Yo-jang. Onun adı biraz fərqlidir. Mən düz tələffüz etməyə bilərəm. Həmin o xanım, onun bacısı həll edir. Odur beynəlxalq münasibətlərə görə cavab daşıyan, odur beynəlxalq təhlükələr, odur propaganda maşının rəhbəri. Yəni başqa sözlə ölkənin rəhbəri və ata Kim bunu tövsiyə edib ki, oğul sən hakimiyyətdə olacaqsan, amma qızım isə sənin yanında işləyəcək, sən ona dəyməyəcəksən, toxunmayacaqsan və o da bu cür idarəçilikdə iştirak edəcək. Əlbəttə, bu demək deyildir ki, Kim ailəsi hamısı elə hər şey normal gedib. Əlbəttə, biz xəbərlərdən xatırlayırıq ki, həmin bu Kim Jong-un necə öz əmisini, öz dayısını, kim idi, dayısı da deyəsən öldürmüşdü, nə bilim, itlərin quyusuna atmışdı, onu orada parçalamışdılar və s. Yəni, yaxud başqa bir qohumu isə ümumiyyətlə yoxa çıxmışdı aeroportda, ölkəni tərk etmək istəyirdi, aeroportda onu tutmuşdular. Yəni, sülalə hakimiyyətlərində bu qaçılmazdır. Və mən əvvəlki verilişlərimin birində də hətta tövsiyə etmişdim ki, gərək öz vəliəhdini, yəni hakimiyyətə gələcək adamı indidən elan edəsən və bu da var. Yəni şahlıqlarda, məliklərin, nə bilim, şahlıqların, sultanlıqlarda əvvəlcədən elan edirlər ki, mənim yerimə kim gələcək. Bu da ondan ötürüdür ki, sən başını qoyub öləndə övladlar bir-birini qırmasın, öldürməsin, qan tökülməsin hakimiyyət üstündə. Yəni baxın, biz adı cümhuriyyət, özü isə konkret şahlıqdır. Bugün Azərbaycanda baş verənlər, ona görə də bax belə, bugün biz belə bir situasiyanı müşahidə etməkdəyik. Amma Sevinç xanım,
Dəyərli izləyicilər, Azərbaycan xalqı elə başa düşməsin ki və baş verənlərlə razılaşmasın, barışmasın taleyi ilə ki, yox artıq bu yazılıbdır, ya Heydər gələcək, ya Leyla gələcək. Xeyr, yəni bu bizim əlimizdədir. Bunlardan heç biri də gəlməyə bilər və buna da imkan verməyəcəyik. Çalışacağıq əlimizlə, varımızla, sözümüzlə, hər şeyimizlə. Azərbaycan xalqı da bununla barışmalı deyil. Əslində prezident ailəsinin haqqında çıxan son məlumatlardan sonra cəmaət inqilab eləməlidir. Axı bu cəmaətin inqilab belə deyək də tətikləyəni qeyrətdir, namusdur, axı əxlaqdır, dəyərdir, ailə dəyəridir. Əliyev özü də axı ailə dəyərlərindən söhbət eləyir, cəmaata bunu dırnaqarası aşılıyırdı. Yəni məsəl üçün Bala Heydər və yaxud da Leyla prezidentliyə namizəd olsa və yaxud da bunlar desələr ki, yapın namizədi budur, biz bununla barışa bilərik. Millətim, siz bununla barışacaqsınız, barışarsınız. Bu ailənin necə bir ailə olduğunu, hələ necə idarəçilik, necə oğru, necə əxlaqsız olduğunu görə-görə, bilə-bilə siz bunlarla barışarsınız. Barışmaz. Heç kəs barışmayacaq. Yəni biz deyirlər, artıq insanlar barışıb. Xeyr, bir qığılcımdan asılıdır. Bir qığılcımdan asılıdır. Ermənistanda da vaxtı ilə hamı barışmışdı və yəni düşünürdülər ki, elə yenə də hakimiyyətdə qalacaqdır. Sərkisyan olsun, adını dəyişdir. Xeyr, dəyişəcək. Mütləq dəyişəcək. Mənim inamım olmasaydı, ümidim olmasaydı heç mən qalmazdım. Deyərdim ki, bu insanlardan biri olardım bəlkə də. Yəni də susan insanlardan biri olardım. Ümidim də var. İnamım da var. İş də görürük bu sahədə. İnsanlar ümidsiz olmasınlar. Azərbaycanda düzdür müxalifəti yəni sıradan çıxardıblar. Nə artıq danışan müxalifət də qalmayıb. Sevinç xanım, siz Azərbaycandan efirə adam dəvət edirsiniz daha? Yox. Siyasətçi qalmayıb. Amma xaricdə olan insanlar indi dövr başqadır. İnsanın içərisində Azərbaycanda cəmaətin arasında olmağa daha ehtiyac yoxdur. Sözümüz oradadır. Sözümüzü milyonlarla insan izləyir, xəbərdar olur, bizə inanır, bizim sözümüzə inanır, güvənir və sözümüzü gözləyir ki, görək onlar nə deyəcəklər. Baş verəcək inqilab olacaq, dəyişiklik olacaq. Bilirsiniz, yəni mən düşünürəm, adamlar soruşa bilər ki, nə dəyişib, məgər bu ictimaiyyətə bir ictimai fiqur kimi sırmaq axı dünən başlamayıb. Xəbər başlıqlarını siz xatırlayırsınız. İlham Əliyev, Heydər Əliyev fondunun rəhbəri Leyla Əliyevaya medal verdi. Yaxud İlham Əliyev, Heydər Əliyev fondunun rəhbəri, nə bilim, vitse-prezidenti yaxud Mehriban Əliyeva medal verdi. Yəni bunlar illərdir ki, davam edir əslində. Amma mən düşünürəm ki, Əliyev indi hal-hazırda ona kart blanş verilmiş kimi özünü hiss edə bilər və həqiqətən də biz çox böyük hadisələrə bir susqunluq görməkdəyik. Məsəl üçün, Türkiyədə Əkrəm İmamoğlu'nun həbsinə Qərbin faktiki olaraq susması, yəni çox mülayim, çox yumşaq, yəni faktiki bir reaksiya olmadı. Yaxud Azərbaycanda Əli Kərimlinin və digərlərinin həbsi. Yenə də bu əgər bir il əvvəl olsaydı, bir il yarım əvvəl olsaydı, yaxud daha əvvəl, aydındır ki, ona münasibət, reaksiya qat-qat böyük olacaqdır. Amma indi hazırki şəraitdə, ələxüsusda mən düşünürəm 2026-cı il üçün, amma ümumən 2028-ə qədər İlham Əliyev hesab edir ki, yəni indi şansdır, indi imkan düşüb və ona görə də nələrisə təqdim etmək. Bu baxımdan mən həqiqətən Mehman Hüseynovun araşdırmasını çox dəyərli hesab edirəm. Bizə bəlkədən sual verirlər ki, bəs siz özünüz əziyyət çəkmisiniz bu cür, nə bilim, şantajdan, bu cür şərləmədən, niyə görə siz bəs başqa bir xanımın şəkillərini göstərirsiniz, niyə görə onu müzakirə edirsiniz? Və mən izah etməyə çalışıram ki, bu, yəni Mehman Hüseynovun məqsədi heç də sarı mətbuat deyil bu. Yox, söhbət həqiqətən də illərlə xalqdan kimliliyi gizlədilən bir ictimai fiqurdan gedir və ələxüsusda əgər bu ictimai fiqurun birbaşa
birinci posta gətirilməsi, yaxud birinci postun yanında olması, prezidentin yanında olması ondan söhbət gedir. Əlbəttə ki, Azərbaycan xalqının bütün bunları bilmək haqqı vardır. Və bilirsiniz, mən sizin də verilişinizə baxdım. Siz orada deyirsiniz ki, bəs ola bilsin ki, bu casusluqdur. Deməli, Alyona Qançarın gətirilməsi, onunla evlənməsi, məcbur olması. Mən biraz fərqli düşünürəm açığı. Mənə elə gəlir ki, bu daha çox Əliyevin özünün lobbistləri kimdirsə, onlara arxalanmasıdır. Yəni, Əliyev bundan əvvəl, məsəl üçün, Böyük Britaniyada heç kəs üçün sir deyildi ki, Britaniya yenə də British Petroleum'a görə, özünün maraqlarına görə bu rejimə xaricdə lobbiçilik edirdi və ona görə də birinci ailəni və onun ətrafı Londona, Böyük Britaniya ciddi bir köç etmişdi. İnvestisiyalarını ora edirdilər, orada evlər alırdılar, mülklər alırdılar və s. Amma gördüyünüz kimi, necə deyərlər, Britaniya fıs çıxdı. Yəni, Britaniyada əvvəla qanun qəbul olundu ki, sərvəti məlum olmayan investisiya ilə mübarizə baxımından, digər tərəfdən bir-birinin ardınca bir neçə doğrudan da araşdırma da oldu. Amma ümumən isə Əliyevlər hesab edirlər ki, Britaniya onlara, belə deyək, xəyanət etdi. Yəni, daha əvvəlki kimi güvənmirlər Britaniyaya. Ələxüsus da Rusiya-Ukrayna müharibəsi başlayandan sonra iş yerə gəlib çatdı ki, Britaniya artıq Azərbaycan gəmilərinə sanksiya qoyur, açıq-aydın Azərbaycanı Rusiyanın qoltuğunun altında olmaqda ittiham edir və s. Və ona görə də biraz dəyişiklik var. Bugün Əliyevlərin əsasən lobbiçilik üçün arxalandığı güclər və qüvvələr yenə də Türkiyə olaraq qalır. Amma eyni zamanda Yəhudi lobbisi, yəni Türk lobbisidir və Yəhudi lobbisidir. Mənə elə gəlir ki, burada bir rol oynayıb. Yəni, onlar, belə deyək də, öz sərvətinin gələcəyini düşünürlər. Bax, bu sərvəti qorumaqda kimlər, hansı güclər kömək edirsə, əlbəttə ki, onları öz ətrafına gətirmək. Buyurun. Sizin toxunduğunuz məsələlərə ayrı-ayrı toxunacağım mən. Amma izləyicilərdən bir xahişim var. Yayımı bəyənin, paylaşın bir dəfə. Daha çox insan izləsin. Bu mövzular başqa yerdə müzakirə olunmur. Mən hətta baxıram, diqqət etdim, yəni prezidentin ailəsindən bağlı baş verənlər barədə hansı kanallar danışır, müzakirə edir. Azərbaycanda təbii ki, bunu heç kəs müzakirə etmir. Hətta xaricdə belə özünə müxalifət müstəqil mediada deyənlər də bu temaya, mövzuya girmir. Hamı deyil, bir neçə nəfər, bir neçə kanal mövzudan danışır, amma xaricdə olan bütün kanallar, müxalif kanallar danışmır. Deyirlər ki, yox, bu dəyəsən qırmızı xəttdir. Amma bizim üçün də qırmızı xəttlər var. Yəni, mənim üçün də qırmızı xətt var. Mən bilirəm, Sevinç xanımın üçün də qırmızı xəttlər var. O xəttlərə heç biz girmirik. Şəxsi həyatda, nə bilim, o şəxsi intim görüntülər, söhbətlər, temalar, bunlardan danışmırıq. Amma əvvəlki mən videolarımın birində dediyim kimi, biz qoyun deyilik. Bizim haqqımız çatır informasiya əldə etməyə, insanların adını bilməyə, keçmişini bilməyə, kimin qızı olduğunu, kimin oğlu olduğunu. Bu normal bir şeylərdir. Bunu gizlədiblər bizdən. Bizi avam yerinə qoyublar, gizlədiblər. Amma bizim bunlara haqqımız çatır, marağımız da var. Mənim maraqlıdır, mənə maraqlıdır. Sevinç xanıma da maraqlıdır. Ölkəni idarə edən axı bunlardır. Axı, həm də bu qızı bizim gözümüzə soxurlar hər dəfəsində. Bu qızı aparırlar Xarici Dillər Universitetində professorlara Azərbaycan dili temasında seminarda bu mühazirə oxuyur, çıxır tribunaya. Azərbaycan dili adlı konferansda bu adam dərs keçirir Azərbaycanlı dilçi professorlara. Bu dərddir də. Mən bilməliyəm axı bu kimdir? Bunu danışan görməliyəm axı bu prezidentimizin ailəsidir. Həm də prezidentin ailəsindən başqa Sevinç xanım, biraz Heydər Əliyev fondundan danışdınız biraz əvvəl. Heydər Əliyev fondunda bu adam həm də işçidir. Heydər Əliyev fondunda Mehriban Əliyeva, Leyla Arzu Əliyeva və Anar Ələkbərovdan sonra ən önəmli şəxslərdən biridir. Heydər Əliyev fondunun təmsilçisidir. Həm xaricdə, həm Azərbaycanın daxilində. Mən hələ bunu 2 il yarım əvvəl bunu mən bu xəbəri vermişdim və sonradan özləri də etiraf edir və Alyona Əliyevanın Instagram hesabında da iş yeri kimi Heydər Əliyev fondu yazılıbdır. Bu həmçinin də o
milyardlarımızın oğurlanıb yığıldığı fondun üstündə oturubdu. Bunu müzakirə etməyə bu kimdir? Yəni bu dərddir. Sevinç xanım, deməli siz Mehman Hüseynovun bu məlumatları yaymasını və özü şantaja məruz qalıb və bəziləri qınayırlar, bəziləri deyim, onlar mən daha yəni səmimi qəlbdən qınayan adlandırmıram. Ya hakimiyyətin trolluğunu eləyirlər, ya da hakimiyyətin başqa bir adla trolluğunu eləyirlər, güya da qadın haqları müdafiəçisidirlər. Hamısı ikiyüzlüdürlər onların. Və çünki onu hamı tanıyır, müxalifət də tanıyır, hamı tanıyır onlar. Baxın, Mehman son qoydu və yaxud da deyək ki, son qoyub bəlkə də şantaja. Qadın teması ilə şantaja, hakimiyyətin müxalifəti şantaj etməsinə bəlkə də bununla son qoydu. Bundan sonra bəlkə utanarlar, abır hiss eləyərlər müxalifətçiləri qadın temaları ilə, intim söhbətlərlə şantaj eləməz DTX Azərbaycan hakimiyyəti. Necə ki, baxın, bəlkə də fərqli müqayisədir, eyni temalar deyil. Baxın, o heykəl məhbusları kimi tanıdığımız Bayram və Qiyas. Heydər Əliyevin heykəlinə, yəni bir ölmüş bir şəxsin heykəli mi, qəbri də aşağı-yuxarı eyni şeydir. Yazı yazdılar. Bu, insanlar tərəfindən, hamı tərəfindən qınanan bir şeydir ki, ölmüş bir adama bir hörmətsizlik kimi yəni də bu sayıla bilər də. Amma onlar bunu etməklə təsəvvür edin nəyə son qoydular? Gül bayramına son qoydular. Onlar bütpərəstliyə Azərbaycanda insan bütün hamının gözündə son qoydular. Hörmət etmir artıq insanlar bütpərəstliyə. Heydər Əliyevin heykəlinə tapbağa, baş əyməyə, nə bilim, gül qoymağa, 10 may tarixi Azərbaycanda artıq gül bayramı kimi qeyd edilmir. Çox, yəni, bəlkə də düşünülmüş bir şey idi. Yaxşı iş gördülər. Yəni, əslində dediyim kimi, bəlkə də qınanılası şeydir, ölmüş bir adamın hörmətsizlik eləyəsin onun abidəsinə. Amma çox şeyə son qoydular. Və Mehman Hüseynovun da etdiyi eyni. Hakimiyyət bəlkə son qoyar bu. Bəlkə də nə qədər insanlar var ki, bundan sonra əllərində Azərbaycan hakimiyyətinin şantaj materialı var, o şantaj materiallarını yaymaqdan çəkinərlər bundan sonra bəlkə. Utanarlar. Ya bundan sonra kimlərisə elə o temada təliyə salmaz DTX Azərbaycan hakimiyyəti. Utanarlar ki, bəs bunların özlərinin, prezidentlərin ailəsində eyni temalar var. Bu temalarla da insanları vurmazlar. Başa düşürsünüz? Yəni bunun o qınanılması tərəfi yoxdur. Tərəzinin üstünə qoyurlar, ölçüb biçib və bu ifşa, mehman etdikləri tərəzinin yuxarısında vurub qaldırır, yaxşı iş olduğunu göstərir. Mən qınamıram bunu və dediyim kimi, həmçinin də ki, biz bu ailənin fərdinin intim həyatını müzakirə etmirik. Kimliyini müzakirə edirik. Və bizim gözümüzə soxmayın bunu bir daha. Bu adamı bizim gözümüzə soxmayın ki, biz az mı çəkirik sizin ailə üzvlərinizdən, bir də gətirirsiniz, başqa birində yerdən, başqa yerdən gətirirsiniz ailə üzvünüzü, gözümüzə soxursunuz. Mənim səsim gəlir mi? Heydər Əliyev fondunun üstündə otuzdurursunuz. Mənim səsim varmı? Bəli, buyurun Sevinç xanım. Çünki məndə arada, yox, mənim əslində arada problemim oldu, texniki problem. Cəsusluq qaldı, onu da danışaraq. Hə, yox, mənə indi normal eşidilir, eləmi? Okey. Valla mən açığı Mehman bəy də, Emin bəy də dedi, siz də deyirsiniz ki, bəziləri bunu pisləyir xaricdə olanlardan. Hansısa kanallarda mı söhbət gedir? Yəni, bəlkə adını çəkək? Sadəcə olaraq izləyicilərimiz də maraqlı ola bilər ki, səs superdə yazırsınız, bəli. Yox, mən dediyim odur ki... Çünki mən əksinə blogerlərin işıqlandırdığını gördüm və bir həmrəylik gördüm. Amma əmin, siz məndən daha çox bilirsiniz. Kimlərdir? Yox, mən həm də dedim ki, bəzi kanallar var ki, yəni bir-iki məsəl üçün kanal hansı ki, onlar da siyasi verilişlər hazırlayır, onlar bu temaya ümumiyyətlə girmədilər. Girmirlər, verilişdə hazırlayır. Mən adı çəkməyəcəm. Xalq izləyən görür də hansı kanalda bu müzakirə olunur, hansı kanal isə bunu müzakirə etmir. Deyir ki, yox, mən başıma problem açmayayım, başıma ağrıtmayayım. Amma bəziləri isə
Mən onları bir önəmli bir şəxslər də hesab etmirəm, bir fiqurlar da və ya da güc də hesab etmirəm. Özlərinə bilmirəm, feminist deyirlər, nə deyirlər, yəni qadın haqqları müdafiəçisi. Qadın haqqlarını biz də müdafiə edirik və həmişə də müdafiə edirik. Sadəcə olaraq müdafiə olunan temanı, müdafiə dərəcəsinə baxıb müdafiə edərik. Amma hansı ki bu mövzunu müzakirə edənləri qınayırlar, bilmirəm, kiməsə yaltaqlıq, kiməsə xoşuna gəlmək üçün bunu edirlər. Yəni belə ki, qadın haqqları müdafiəçiləri bir-iki yazı gördüm, ona görə deyirəm. Yəni onlar da önəmsənməz. Nə şəxsdilər, bir şeydilər, pul dalınca qaçan adamlardılar. Yəni oradan qrant, buradan maliyyə dəstəyi alsınlar, iki kəlmə bir şey yazsınlar. Nə Azərbaycanda qadın haqqları ölüb, ciddi bir ortada iş yoxdur. Özünə feminist deyənlər ancaq pul qazanmaqla məşğuldurlar, ancaq qrant yeməklə məşğuldurlar. Azərbaycanda qadın haqqlarının heç bir müdafiəsi yoxdur. Sadəcə olaraq məruzə yazırlar, hesabat yazırlar ki, bu işimi gördük, hə pulumuzu da alırlar. Rahat da ölkənin içərisində yaşayırdılar, rahat da ölkənin içərisində çıxdılar 3-5 dənə kimlərsə yəni yenə də pul qazanmaqla məşğuldurlar. Yəni budur. Önəmli bir mövzu da deyil. Ölmüş adamlardılar onlar mənim üçün. Ölmüşdülər onlar, ölüdülər. Yox, mənim üçün qadın hüquqları ölməyib. Mən şəxslər nəzərə tuturam. Qadın hüquqlarından istifadə edən bir-iki sui-istifadə. Mən əslində düşünürəm ki, bu elə bir mövzudur ki, onu hərə öz prizmasından işıqlandırır. Mən əminəm ki, elələri var ki, onlar üçün daha əhəmiyyətli və onlar saatlarla bəlkə bu haqda danışırlar ki, mən bilmirəm, təxmin edirəm ki, bu, nə bilim, gəzgənlikdir, bu, nə bilim, əxlaqsızlıqdır, bu nə bilim nədir və s. yəni başa düşürsünüz mən nə nəzərdə tuturam. Əminəm ki, belələri də var. Əminəm ki, yəni burada hərə öz prizmasına bunu dəyərləndirir. Şəxsən mənim üçün burada əhəmiyyətli olan odur ki, Tural bəyin də dediyi kimi, Azərbaycanda hakimiyyət yalnız bu cür görür hakimiyyətin ötürülməsini yaxud dəyişdirilməsini. Siz başqa ölkələrdə görürsünüz ki, daima ölkələr seçki içərisində. Məsəl üçün ABŞ-ı götürün. Ölkə daima seçki içərisində. Qurucu atalar da elə qurub ki, prezidenti seçkin, 2 il sonra sən ara seçki keçirirsən, konqres seçirsən, sonra senat, sonra bunu keçir. Yəni ölkə bir seçkidən bitən kimi o bir seçkiyə girir. Ovqatına, muduna girir. Biz Türkiyədə də bunu görürük ki, Cumhurbaşqanı Erdoğan dedi ki, heç də sakitləşməyin, biz falan bu seçkini utduq, amma bilin, qarşıdan İstanbul seçkisi gəlir, Ankara seçkisi gəlir və dərhal da İstanbulun merini saldı türməyə. Yəni o başqa bir bəla. Amma dediyim odur ki, orada da fərqindədir ki, sən elə ölkə seçki içərisində olmalıdır və bu normaldır. Azərbaycanda seçki adına heç nə yoxdur. Seçki özü günü elan olunur belə. Təəssüf ki, bizim ölkənin içərisində olanlar da deyirlər ki, gedin yatın. Sənin başqa imkanın olmayacaq ki, sən seçkiyə gedəsən. Bunu çağırıblar. Gün elan olunub, səfərbər ol, get nələrsə et. Əgər hakimiyyəti dəyişə bilmirsənsə də. Yəni ona görə bugün ümumiyyətlə seçkidən danışan topla tüfəngə tutulur. Mənim özümə olan hücumlardan bir qismi məhz seçkini təbliğ etməyimlə bağlı idi. Yəni təsəvvür edin ki, seçki institutunu təbliğ etdiyimə görə mənə hücum edirlər ki, sən satılmısan. Yəni bu necə ola bilər? İş o yerə gəlib çatıb ki, Azərbaycanda seçkini təbliğ edən bir mən idim, bir İlqar Məmmədovdur. Yəni ki, o da başqa bir bəla. Başqa bir bəla ki, cib müxalifəti orada da öz maraqları üçün və mən xaricdən deyirəm ki, yox, bilirsiniz, bizim çıxış yolumuz necəsə biz seçkiyi nifrət etməməlisiniz seçkiyə. Bu təlqin olunmamalıdır. Əgər biz Azərbaycan nə zamansa demokratik bir cəmiyyət quracaqsa, onun təməl daşını əsas yükü seçki üzərində olacaq. Yəni bunların heç birisi Azərbaycanda olmadığı üçün siyasi blogerlər əlbəttə ki, bu haqda danışmaq məcburiyyətindədirlər. Əlbəttə mən sizinlə razıyam ki, orada hansısa qırmızı xəttlər var. Adamın şəxsi həyatı, nə bilim, diskotekaya gedib, nə bilim, orada siqaret çəkir, qəlyan çəkir və s. və axır. Yəni, bəli, mən hesab edirəm ki, bu adamın ola bilsin ki, şəxsi həyatı hesab oluna bilər. Amma bu yenə də xalqın... Təkcə siqaret çəkmə, diskotekaya getmə deyil də. Mən baxıram hər gün, məsəl üçün də təzə-təzə şəkillər çıxır, nə bilim, təzə-təzə insanlarla, fərqli-fərqli kişilərlə. Şəxsən mən bəlkə də bir 7-8-ni mən saydım.
Yəni bu da bilgi mənasında demirəm, amma deyirəm ki, insanlar görsünlər, bilsinlər bunu. Bunu ona görə demirəm ki, bu qıza əxlaqsız damğası vuraq. Reaksiya və necə deyək, fikir bildirmək insanların öz şəxsi işidir. Özü paylaşıb da, özü öz hesabında paylaşıb. Bunların hamısını özü Yəni bu elə hesabında deyil ki, paylaşırdı. Bunlar biz DTX gedir, bizdən xəbərsiz gedir o blogerlərin şəkillərini çəkir, yaxud siyasi fəalların şəklini çəkir, girir evinə kamera quraşdırır. Burada isə xanım özü selfilərini çəkib, özü bunları nə zamansa yerləşdirib. Yəni burada bir qəbahət də yoxdur onun hamısı elə deyil, işıqlandırmaqda. hamısını özü yerləşdirməyib. Məsəl üçün mən baxdım, Misirdə Kupalniklə şəkli var idi qızın, amma kimlə getdiyi profilində göstərilmirdi, başqa şəkillər yox idi. Yalnız öz şəkillər vardı. Sonradan Mehman deyir ki, bəs Misirə getdiyi oğlan, daha doğrusu bir yaşı da biraz böyüyümüş, belə oğlan ona özü ilə bərabər olan şəkillərini və bildirdi ki, onu Misirə mən aparmışam, birgə getmişik. Yəni belə fərqli insanlar Mehmana yazır ki, o mənim də tanışımdır, filandır. Yəni belə qiymət vermək və yaxud da verməmək insanların öz seçimidir, öz ixtiyarıdır, mən bilmirəm. Amma mən deyirəm ki, tanıyın, bilin ki, bunlar kimdir, adı nədir, keçmişi nədir, belə bu mənada. Yoxsa mən Bəli. Yox, mən də elə o mənada bir Pandora yeşiyi anlayışı var da, o deməli Pandoranı açırsan və özün də bilmirsən, səni elə bir burulğana özünü salmış olursan ki, özün də peşman olursan ki, ki mən onu açmayaydım. Əslində bu yataq otaqlarına girmək, kamera yerləşdirmək, intimlə şantaj həmin o Pandora qutusuydu. Və hakimiyyət hesab edirdi ki, bax mən bu danışanları, bu tənqidçilər, siyasi fəalları intimlə ki şantaj etdim. Nə yaxşı, mən əminəm ki, Tural bəy, bax mənim sözümü yadınız, burada yazıram. Gün gələcək, biz onu görəcəyik ki, məlum olacaq ki, DTX-nın, ya bilmirəm hansısa xüsusi bir xidməti, bəlkə də ən böyük departamenti məhz bu intimləri yazmaq, yəni sekslə məşğul olan departamentdir. Gün gələcək siz bunu görün. Çünki mən görəndə ki, bu işlərin masştabı, miqyası nə qədərdir, nə qədər buna pullar sərf olunur və s. Və bu əsas mübarizə üsuludur bu hakimiyyətin. Ona görə vaxt gələcək, siz bunları da görəcəksiniz. Bunlar çıxacaq hamısı üzə. Bunları gizlətmə mümkün deyil. Bu xarici ölkələrdə hər bir səfirliyə, hər bir konsulluğa DTX nümayəndəsini əlavə etmək. Onsuz da DTX hər yerdə həmişə belə olub. Müstəqil Azərbaycan tarixində Azərbaycanın bütün səfirliklərində oturanların bir neçəsi konkret DTX-nın nümayəndəsi olub. Əgər sən bunu hətta ikinci katiblər belə olub. Bəli, bu Sovet dövründə də belə olub, indi də belədir və sən əgər xüsusi qərarla DTX-nın orada olmasını qanunlaşdırırsansa, demək ki, orada əməliyyatların miqyası böyümüş olur. Demək ki, daha çox bunlara pul sərf edir, bunlar xüsusi əməliyyatlarda iştirak edirlər və s. və ilaxır. Yəni, biz bu qanunlar çıxanda xatırlayıram ki, biz Tural bəylə onsuz da bu haqda danışırdıq ki, bu bizi güdməkdən ötürüdür. Bu hansısa terrora qarşı mübarizə deyil. Siz görəcəksiniz ki, gəlib hansısa blogeri öldürmək lazımdır, blogeri şantaj etmək lazım və s. və ilaxır. Yəni, qayıdıram o məsələ, o Pandora qutusu bugün İlham Əliyevin başına gələnlər, yəni ailəsi ilə bağlı, mən əminəm ki, bu çox xoşa gəlməz ifşalardır. Bu başa düşüləndir. Bu həqiqətən də bəzən həmin o qırmızı xəttə çox yaxın gedir. Kim istər ki, onun bir ailəsinin üzvününlə bağlı bu cür materiallar üzə çıxsın. Amma dediyim odur ki, həmin bu o Pandora qutusunu açanda o fərqində deyildi ki, bunlar onun öz başında bumerang kimi partlayacaq. O həyat bumerangdır. Azərbaycanda bir kanal vardı, onun başını yedilər. Yanınıza gəlir, bumerang kanalı. Həyat bumerangdır. Sən nə edirsənsə, o da sənin başına gəlir və bugün biz bunun şahidi olmaqdayıq. Yenə qayıdıram o məsələyə ki, bunlar bizim söhbətimiz, bizim mövzumuz olmayacaqdır. Əgər Azərbaycanda hakimiyyətin dəyişməsi üçün sağlam, cümhuriyyət prinsiplərinə söykənən bir seçki prosesi olsaydı, seçki keçirilsəydi, seçkiyə adamlar buraxılsaydı, müxalifət həbsxanalara atılmasaydı, siyasi fəallar sadəcə o siyasi görüşləri olduğu üçün türmələrə salınmasaydı, siyasi məhbuslar olmasaydı, mən sizə inanıram ki, biz
tamam başqa mövzularda danışacaqdıq. Elə deyilmi Tural bəy? Təbii, təbii. Yəni bizim nəyimizə lazımdır? Biz başqa, yəni dövlətin parlamentində müzakirə edilən qanun layihələrini, müzakirəyə çıxarılan, qəbul edilən qanun layihələrini müzakirə edəcəkdik. Onunla bağlı iqtisadçıları ya siyasətçiləri çıxardıb, hüquqşünasları çıxardıb onlarla bu məsələləri müzakirə edəcəkdik. Azərbaycanın Sadəcə gələcəyi Əliyev ilə özü bağlı Sadəcə Əliyev özü onları sıfır edib. Parlamenti də sıfır edib, prezident aparatını sıfır edib, seçkini sıfır edib, özü edib bunu. Buna görə bizə Azərbaycan cəmiyyəti bunlar heç birisi maraqlı deyil. Yəni dərd başqa şeydir. Yəni məsəl üçün baxın Qarabağ boyda deyirdilər bizim dərdimiz var. Qarabağ dərdi olan vaxtı hamı Qarabağdan danışırdı, hamının dərd yeri idi. Qarabağ dərdi indi yoxdursa, insanlar Qarabağda da fikirləşmir. Çünki o torpaqlar işğaldan azad olunub. İlham Əliyev də daha o Qarabağdan istifadə edə bilmir. Heç bir vətəndaş inanmır və bu söz də heç kəsə Qarabağ teması heç kəsə də önəmli deyil. Yəni bu tema artıq insanları aldatmaq metodu ola bilməz. Necə? Yəni ona görə misal çəkirəm ki, yəni bir dərdimiz bizim Əliyevlərdir. Ona görə bu ailədir, bu ailəni də müzakirə edirik. Yəni dediyim kimi qanun çıxardardılar ki, nə bilim, yəni pensiya yaşı falan olur və parlamentdə müzakirələr gedir. Biz də parlamentdə gedən ərəfədə biz də efirlərə çıxardırıq. Biz bilirik ki, prezident aparatından hansı tapşırıq verilirsə parlamentdə o tapşırığı yerinə yetirir. Bizim xəbərimiz olmur ki, parlamentdə hansı müzakirə olunubdur, nə olubdur. Bir də görürük ki, qərar qəbul olundu. Niyə? Çünki düyməni yuxarıdan basıblar. Özləri bu vəziyyətə salıblar. Özləri ölkədə müxalifəti sıradan çıxardıblar, barışmalıdırlar. Nə? Barışmalıdırlar. Bizim danışıqla, xaricdəki müxalifətlə danışmalıdırlar. Artıq mən görürəm, bu Alyona Qançarova söhbəti zamanı Azərbaycan hökumətinin təzə trolları ortaya çıxıbdır, müdafiəçiləri, blogerlər çıxıb, deyirlər ki, bəs xarici müxalifət. Artıq adımızı da müəyyənləşdirirlər. Deyirlər, daxili müxalifət yoxdur. Artıq təzə termin ortaya çıxardıblar, xarici müxalifət. Adımızı xarici müxalifət. Artıq barışırlar, bilirlər ki, müxalifət bizik, xaricdir. Özləri bu vəziyyətə salıblar və xaricdəki müxalifət artıq məhdud və sərhədli müxalifət deyil, barışmalısınız. İnsanları orada bu vəziyyətə saldığınız üçün. Və cib müxalifətinin adamlarını çıxardırlar, güya kanallar, internet televiziyaları var Bakıda. Birincisi, mən dəfələrlə demişəm ki, onlara baxmayın. Bizi izləyənlər, xahiş edirəm, o kanallardan üz çevirin. Baxmayın Bakıdakı o yalancı güya televiziyalar, internet televiziyalar. Ora çıxan saxta müxalifətçilərə inanmayın. Onlar, bax, o saxta müxalifətçilər var ha. İnanın ki, biz olmasaydıq, onlar olmazdılar. Biz olmasaydıq, onlar çörək tapmazlar. Bizə görə məcbur otuzdurublar ki, cəmaatın başını biraz qataq. Tam gerçəklərdən yarı gerçək eybi yox, bunlar başını allatsın insanların. Və onlara şərait yaradıblar rayonlarda, həmən partiyalar öz bölmələrini, şöbələrini yaradırlar ki, sən Allah, sən də müxalifətçi kimi get, o birdən bir şey olanda həmən rayonda etirazçı insanları belə yola gətirdi, şeydə saxla. Tam da xaricdəki müxalifətçilərin ideyasında olmasınlar, fikrində olmasınlar, çağırışlarına qulaq asmasınlar. Biz olmasaq, o cib müxalifəti çörəksiz qalar. Vallahi düz deyirəm mən. Çörəksiz qalarlar. Yəni hökumətdən qidalanmazlar. Allah ruzunu verir hər kəsə. Çörək, yəni hakimiyyətdən aldıqları çörəkdən söhbət gedir. %100 mən sizinlə razıyam. Çünki biz onların çörək ağacıyıq. Və açığı, yəni məndə hətta daxili informasiya var ki, o kanallardan biri bizə ən çox vuran o telekanalizasiya məhz buna görə açılıb. Yəni mənə həmin o söhbətlər haqqında da məlumdur. Əslində başqa bir adama təklif olunmuşdu və o imtina etmişdi və mənə danışmışdı ki, ona elə bu da təklif olunurdu ki, xaricdəki blogerlərə qarşı bax belə bir kanal açırıq. Mən bilirsiniz, əslində bu Əliyev özünü dalana salıb, dalan vəziyyətlə dalana dirəyib, həm özünü, həm ölkəni. Nəyə görə? Çünki o checks and balances prinsipi var da, yəni hakimiyyətin bölüşdürülməsi biri-birinə nəzarət edir.
əslində bizim qurucu atalarımız da 3 hakimiyyət cinahı yaradıblar ki, onlar bir-birini tamamlasın, bir-birinə rəqabət aparsın və biri birini yoxlasın. Və Əliyev öz aləmində düşünürdü ki, onların hamısını özünə tabe elətdirməklə hakimiyyətini uzatmış olur. Amma faktiki olaraq bugün həm də onun altını çəkməkdədir və altını çəkəcək. Çünki Azərbaycanda heç bir hakimiyyət bölgüsü yoxdur. Bugün heç kəs parlamentdə oturanları ciddi qəbul etmir. Onlar danışırlar, eyni zamanda danışmırlar. Bülbül kimi, yəni heç kəs, hamı bilir ki, onlar heç bir fikir rəy formalaşmasına əsla qətiyyən təsir edə bilmirlər. Bizim müxtəlif illərdə, hətta Sovet dönəmində belə, nə bilim, ayrı-ayrı yazıçıların məsəl üçün çəkisi olub, avtoriteti olub. Bugün onlar da yoxdur. Yəni hamını gözdən salıblar. Ələ baxımlı ediblər və ona görə də cəmiyyət bugün doğrudan da müxalifəti sən türməyə salmısansa, onsuz da onun ağzı qapadılıbsa, aydındır ki, adamlar xaricdən gələn o səsdən asılıdırlar və adamlarda bir acılıq var. Yəni həmin o informasiyanı doldurmaq cəhdləri və ona görə də bugün özü də bunun altını çəkir. Çünki bizim bax hamımızın, yəni bir nöqtəyə vurmağımız, ən müxtəlif biz bugün blogerləri, kanalları görürük. Amma hamı bir məsələdə toqquşur, yəni bir məsələdə ortaq məxrəcə gəlir ki, hakimiyyət məhz birinci ailədir. Yəni bu kularlarda bunlar məsələ həll olunur. Təsəvvür edin ki, hətta biz heç qonşu Rusiyada belə deyil. Yəni onlar kalka edirlər də, başqa ölkələr hansı avtoritar diktaturada nə varsa onu gətirir öz ölkəsinə. Hətta nümunə götürdükləri Rusiyada belə deyildir. Bəli, Rusiyanın müxalifəti biz bugün gördük, əslində Aşpanın yaratdığı platformada təmsil olundu və onların böyük əksəriyyəti yenə də xaricdədir. Amma Rusiyanın özündə belə nə qədərsə, nələrsə demək azadlığı var, ciddi surətdə azalmış olsa da. Azərbaycanda sıfırdır. Və bu minvalla Əliyev düşünür ki, o hakimiyyəti növbəti dəfə, artıq 3-cü dəfə ötürə biləcək və bununla da bu bizi dünyada Şimali Koreyadan sonra ikinci dövlətə çevirmiş olacaq. Yəni bədbəxtçilik bundan ibarətdir. Çünki rejimlər çökür, ailə rejimləri çökür və əgər sən onu 2 dəfə ötürmüsən və 3-cü dəfə ötürməyə hazırlaşırsansa, bu o deməkdir ki, sən vəziyyəti daha da, qayqaları daha da möhkəmlətməlisən. Yəni azadlıqları daha da bağlamalısan. Heç bir azad səs qalmamalıdır ki, sən onu 3-cü dəfə diktaturanı deməli növbəti nəslə ötürə biləsən. Bax bu proses gedir bizim ölkəmizdə. Ona görə necə deyirlər ki, bu xanımdır, mən ona toxunmayacağam. Bu həqiqətən uzaq görən olmamaqdan irəli gəlir. Əgər onlar bu situasiyanı görmürlərsə, xalça altında bu prosesin getdiyinin fərqində deyillərsə, bu yenə də onların dünya görüşünün necə kasad və məhdud olmasının göstəricisidir. Bu proses gedir. Bu proses ciddi surətdə gedir. Bu təsadüf deyil. Bu adamlar, övladlar çıxarılır, tədbirlərə göndərilir. Hələ bu bizim gördüklərimizdir Tural bəy. Bizim nə qədər görmədiklərimiz var, elə deyilmi? Tədbir yalnız əl sıxdın, hansısa tədbirdə oturdun, ondan getmir ki söhbət. Xüsusi elçilər, xüsusi ziyarətlər, səfərlər. Yeri gəlmişkən mən bir məqamına toxunum. Biz bayaqdan İsveçrədəki görüşlərdən danışdıq. İsveçrə həm də mənsəbin saxlandığı ölkədir. Bax, buna toxunmaq bizim yadımızdan çıxdı ki, İsveçrə bankları, yəni İsveçrəyə bu qədər diqqət ayrılması, yəni orada nə bilim, lobbiçilik aparmaq və s. Bu proses heç şübhəsiz ki gedir və bu cümhuriyyət prinsiplərindən tam zid bir prosesdir. Məsələn, bugünlər Azərbaycanda bir aktyor çox müəmmalı surətdə həyatını itirdi. Mən ismini unutdum. Əhməd Əhmədov nəzərdə tutursunuz yəqin. Bəli, bəli, amma Niki başqaydı. Əhməd Əbu Səid. Əbu Səid, bəli, bəli. Adam belə deyək, videolar çəkirdi. Çox maraqlıdır videolar çəkirdi. Yəqin ki biz onu elə öz verilişlərimizə də dəvət edəcəkdik. Yazırdı da, müraciət də edirdi. Allah rəhmət eləsin. Allah həqiqətən rəhmət eləsin və onun çox maraqlı bir aktyor adamdır. Yəni yaradıcı bir insandır. Şlyapa ilə, nə bilim, palto ilə gəzir, görüntülər çəkir, özünün videolarını hazırlayır. Yəni lübitel, belə deyək, həvəskar çəkilişlər edirdi. Yaxşı da çəkilişləri olurdu və onun
fikirlərindən biri də bundan ibarət ki, belə bir dialoq yaradır. Heydər Əliyev mənim bədənimə girir və mənim dilimlə danışır. Belə deyək də, maraqlı bir kreativ ideyadır. Varmı o sizdə görüntü varsa izləyicilər bəlkə də izləyiblər. Əslində olmalıdır və bircə dəqiqə mən onu, çünki düşünürdüm də onu işıqlandırım. Bircə saniyə. Bax bu olmalıdır. Heydər Əliyev məndən xahiş etdi ki, oğluma deyisi sözlərim var. Mənə kömək elə. Mən də ona dedim ki, o zaman gəl gir mənim bədənimə, mən sənin çəkim telefona və göndərirəm oğluna baxar. Nə demək istəyirəm deyərsən. Biz belə razılaşdıq və Heydər Əliyev mənim bədənimə girdi. Və mən o videonu çəkdim. Yəni mən burada aktyorluq etməmişəm. Nə edirsə o Heydər Əliyev bunu edib. Nə söz deyibsə o deyib. Baxın. İlham, sənin xəbərin var ay oğul. Ki bu Heydərdir, hə? Heydər Sən Əliyevdir. neymirsən? Mən başa düşə bilmirəm. Axı mən sənə belə bir dövlət verməmişəm. Yoxsa vermişəm. Bax, nələr baş verir. Sən oğlum görmürsən ki, bu dövlət yan üstədir, yıxılır. Xəbərin yoxdur sən bundan. Başın nəyə qarışıb ki? Sən mənə belə gəlir ki, sən bu dövləti idarə etmirsən. Bu dövləti Paşayevlərlə, bu nədir bunların adı? Yahudilər. Bölüblər. Mən yoxam. Kəftədilər. Səndəki İlham heç nə. Qamısamların arasında. Mən elə gəlir ki, səhv buraxmışım. Səni mən bu vəzifəyə qoyanda prezidentliyə. Bu səhv idi. Bəli, boynuma alıram. Çünki o zaman yadımdadır. Mən deyəndə ki, İlham prezident olacaq. Onda Sevil şoka düşmüşdü. Başa düşdün mü? Sən nə edirsən ata deyə məndən soruşdu. Onun gözləri kəlləsinə çıxmışdı. Belə çıxır ki, Sevil məndən yaxşı görür. Gələcəyi. Narazı idi Sevil. Sənin prezident olmağını istəmədi. Çünki bilirdi ki, sən o bir gün bu dövləti bax bu günə qoyacaqsın. Yan üstə. Başasın mı? Yan üstədir. Sən yaxşı oğul olsaydın, mənim acığımı o gürcülərdən çıxardın. Sən bunu etmədin. Axı o hadisələr İlham bizim gözümüzün qarşısına baş verib. Bax, Supsadan danışıram. Bəli. Bax, hansı da gədə gürcü. Qiyməti danışdıq, elə deyilmi? Sən bunu bilirsən. Boru tikiləndən sonra o qədələr məni eydilər. Məni sındırdılar və mənə başqa qiymət oxudular. Baxmayaraq ki, bütün dünya məni tanıyır. Bugün də qədər İlham, bugünə qədər sən mənim qisasımı onlardan almadın. Yox, heç nə eləmədin. Amma Sevil olsaydı, çoxdan mənim qisasımı alardı. O nə bir yapıçılıqdır? İkiyüzlülük. Bugün sən kimə qulluq edirsən İlham? Paşayevlərə? Allah rəhmət eləsin. Həqiqətən Allah rəhmət eləsin. Mən necə ölüb, öldürülüb, onu deyim. Deməli, yanvar ayının ya 8-i ya 9-u olub. 39-cu polis bölməsinin polisləri gəlib bunu götürüb aparıb, bir neçə gün bölmədə qanunsuz saxlayıb. Çünki saxladıqdan sonra bunu məhkəməyə çıxartmalıydılar da, əgər bunu tutublarsa, nədəsə ittiham edirlərsə. Orada döyüblər və sonra da aparıblar zorla Məşdağadakı psixodispanserə salıblar. Yəni, cəmaatın dəlixana kimi tanıdığı yerə.
ki bu dəlidir. Və orada da bir neçə gün yatıb və dərmanlar veriblər, iynələndən sonra bu ölübdür, sağ çıxmayıbdır, komaya düşüb, nə olubdur. Adam sağlam adamdır, hər gün sosial şəbəkəsində şəhərdə gəzir, danışır, bura belədir, tənqidi çıxış eləyir, buna da eskavatoru düzəltmirsiniz, icra hakimiyyəti harda ölüb, bu və digər çıxışlar eləyir. Yəni, sağlam adamdır, bunu sadəcə xəstəxanaya salıb, iynə vurub öldürüblər. Və ailəsinin də hədə-qorxu gəliblər ki, heç yerə danışmayın. Ölkədə durum bu vəziyyətdədir, onlar da danışmırlar. Sevinç xanım, burada nə var ki, axı, bu özdə ki, bir neçə seriala çəkilib və tarixi şəxsiyyətləri həm də rolunu ifa edib. Məsələn, Atropatena filminə çəkilib, bədii sənətli filminə. Və bu da Heydər Əliyevdə tarixi şəxsiyyət kimi bunu eləyib də. Lap burada nə var ki, burada? Sən ölmüş adam, bu onu təhqir hesab olunmur ki. Bu onu canlandırıb. Sadəcə o canlandırmasında tənqidi sözlər var. Sən bunu təhqir, bunu heç nəyə qəbul eləmir adamın. Siyasi satiradır əslində bu. Bu nədir yaxı? Yəni siyasi satira, bəli, biz bu satiranın bir növüdür. Yəni impersonizasiya, sən özü həmin şəxsin yerinə qoyursan, onun dili ilə danışırsan. Yəni bugün dünyada o qədər çox siyasi komediya var ki, bütün siyasi komediya aparıcılar hamısı məsələn birinci liderlərin dili ilə danışırlar. Səslərini ona oxşadırlar, özlərini ona oxşadırlar. Bu tamamilə normaldır. Doğrudur, ayrı-ayrı vaxtlarda biz cəhdlər görürük ki, onlara hücumlar olur, kimsə bağlamağa qalxır və s. Amma Azərbaycanda bu konkret bir siyasi satiradır da. Adam Heydər Əliyevin dilindən danışır və oğluna müraciət edir. Yaxşı da kreativ bir fikirləşdirilmiş bir fikirdir. Bu süjetə görə, bu çəkilişə görə və adamı dəlixanaya salmaq və sonra da orada məmalı surətdə ölüsü çıxar. Bu qətldir də. Bu ölüm hökmüdür. Bu həm də söz ölüm hökmünün icra olunmasıdır, edamdır. Söz azadlığına bir sui-qəsddir. Bu adam bloger idi, bu adam çıxışına görə öldürülübdür. Artıq hüquq müdafiəçisi də qalmıyor, Sevinç xanım. Ölkə, insanlar valla başını götürən ölkədən qaçır ya da deyir ki, nə bilmək, yaşayırıq da. Həyatda dünyaya gəldiklərini belə bəzi insanlar anlamır artıq Azərbaycanda və barışıblar. Hüquq müdafiəçisi yoxdur. Axırıncı kim idi? Rüfət Səfərov idi. Bəli, Rüfət Səfərov idi. Oktay Güləliyevi vurdular, yarı qan elədilər, ölümcül hala salıblar, komada. Üzr istəyirəm, nə dedim mən? Bəli, komaya salıblar, üzr istəyirəm. Sözə görə, bəli. Yəni, siyasi karyerasını öldürdülər, o mən də demək istəyirdim. Yəni, bəli, danışmağa heç adam yoxdur. Yəni, bugün türmələrdə bu qədər adam var və hadisələr baş verir. Bunları işıqlandıracaq adamı yoxdur. Yaxud bir hüquq müdafiəçisi vardı, gedib mühacirətdədir. Oturub ümumiyyətlə İlham Əliyevi tərifləyir. Mən başa düşmürəm. Putini tərifləyir. Mən başa düşmürəm. Onda niyə qərbə gedir, Avropaya gedir, köç götür, Rusiyada otur, yəni Azərbaycanda otur da. Yəni çox xoşa gəlməz proses, qeyri-sağlam proseslər gedir. Və mən bilirsiniz o sanki bir immunitet də yaranıb adamlarda artıq. Yəni alışıblar da. Belə deyək də, bu artıq statistikadır. Biri olanda, ikisi olanda bu xəbərdir, başlıqdır, bu sensasiyadır. Adamlarda isə artıq, nə bilim, ələxüsus da 2026-cı il biz fərqindəyik ki, çətin il olacaq, hər halda birinci yarısı. Ona görə insanlar bizi izləməlidir, xaricdə yayımlanan bu kanalları izləməlidir, yaymalıdır. Demirəm ki, siz bunu çıxın, aksiya eləyin, nə bilim də, publik şəkildə yayın. Siz, nə bilim, çayxanalarda oturanda, iş yerlərinizdə və bilirəm ki, onsuz da bizi tanıyırsınız. İşlədiyiniz yerlərdə iş yoldaşlarınız da tanıyır. Bizim kanalları tanıyırlar. O demirəm ki, hər gün, hər axşam elə hamı, bizi tanıyan hamı bizim efirlərimizə baxır. Amma tanıyırlar, bizi bilirlər. Amma bizi daha çox yayın. Bizi hər gün izləyənlərimizin sayını siz çoxaldın. Link göndərin dostunuza, tanışınıza. Buna görə adam tutmurlar. Link göndərməyən adam tutmurlar və yaxud da səni qaralamayacaqlar. Onlar da onsuz da səninlə eyni fikirdədirlər.
bizim verilişlərimiz olanda, video olanda, maraqlı videonun linkini göndər başqasına, dostuna, tanışına. Buna görə hələ heç kəsə heç də demirlər. Və mən amma istərdim ki, yəni şərhlərdə, YouTube-da yaxşı şərh yazsınlar. İstədiyiniz kimi şərh yazın, sizin heç kimliyinizlə heç kəs bilə bilməz. Facebook və Instagramda olduğunuz zaman isə şərhlərə diqqət olun. Ağır sözlər yazmayın. Bunun istədim ki, yəni sizi qorumaq üçün deyirəm mən. Amma bu yekəxanalıq deyil, bu reallıqdır, faktdır. Bizdən başqa artıq heç kəs qalmayıbdır. Azərbaycanda dəyərli insanlar var. Azərbaycanda dəyərli insanlar var. Əlimi də tərpətdikcə proqram. Dəyərli insanlar var, ya həbsxanadadılar, ya da ki, yəni də aktiv bir fəaliyyət göstərə bilmirlər. Bəyənin, paylaşın. Məndə o necə olur? Siz necə eləyirsiniz ki, sizdə olur, məndə olur? Mənim əlim güclüdür, ona görə. Sizdə olur. Dəmir yumruqdur məndəki, Sevinç xanım. Siz necə elədiniz o belə feyerverk oldu? Məndə dəmir yumruq var. Belə. Mütəşəm. Yeri gəlmişkən siyasi satiranı da gücləndirmək lazımdır. Doğrudan da bunun gələcəyi var. Və bu baxımdan elə süni zəka möhtəşəm rol oynamaqdadır. Bir nəfər mənə bu günlərdə yazmışdı ki, qəzəbli idi məndən, açıq yazır ki, multfilm kimi video qoyursunuz, məni efirə çağırmırsınız. Multfilm deyəndə ki, bu süni zəkadır da, yəni bu cür dünya inkişaf edir. Nə oldu dedi, mənə gələndə bu multfilm mi olur? Multfilm də olacaq, süni zəka da hər şey olacaq dostlar. Biz sözü çatdırmaq üçün, ismarı çatdırmaq üçün əlbəttə ki, bütün yollardan istifadə eləyəcəyik və şükürlər olsun ki, bu sahədə inkişaf var. Rəqəmsal dünya inkişaf edir, bizə yeni imkanlar açır və ona görə də biz ondan maksimum faydalanmalıyıq. Və hökumətin özü də Sevinç xanım artıq anlayırlar, səhv etdiklərini yox, amma anlayırlar ki, çarəsiz durumdadılar. Yəni Azərbaycanda müxalifəti yox etdiklərini, peşmançılığını yaşamırlar. Amma yaratdığı əks effektləri görürlər. Məsələn, mən indi ad çəkməyəcəm, gördüm ki, Palaz boyda yazılar yazıb, elə sizin də bayaqlar işarə etdiyiniz hökumətin yaltaq bir jurnalisti. İndi mən də adını çəkməyəcəm, başqa bir yaltaq jurnalisti Palaz boyda Facebook'da yazı yazıb ki, bəs... Çox sağ olun, ad çəkmədiniz, minnətdaram sizə. Bütün dəfə dediniz ad çəkməyəm, mən də çəkmirəm. Bəli. Onların çörək ağacıdır, onlar gedirlər, qoyurlar masanın üstünə ki, filan kəs mənim adımı bu qədər çəkdi, bu birisi mənim 5 dəfə adımı çəkdi. Ona görə bundan fərqində olmalıyıq, bəli. Çörək ağacı. Palaz boyda yazı yazıb ki, çox bu həyəcan siqnalıdır bu yazı, dəhşət bir zamana gəlmişik, xaricdəki, nə bilim, medialar, kanallar nə gəldi yayırlar, süni intellektdən istifadə edirlər, insanların demədiyi sözləri deyirlər, hansı ki, dövlət məmurlarının prezidentin adına çıxardırlar, çoxlu baxışlar olur, milyonluq baxışlar olur, bəzi insanlar allanır, bu çox təsirlidir və s. və buna görə ciddi mübarizə aparmaq lazımdır. Yəni, bizə pul verin, biz də bunun əleyhində danışaq, iş görək. Amma anlayırlar ki, artıq bunu siz yaratmışsınız, sizin bu əməyinizdir. Bilirsiniz, onlar necəsə özlərinə bu qədər pul ayrılmasına bəraət qazandırmalıdırlar. Ki, bizə ehtiyac var, bizim pulumuzu kəsməyin. Ona görə mən sizə deyirəm ki, o adları çəkməyin. Çünki biz onların adlarını çəkdikcə onlara da pullar verilməkdə davam edir. Görürsünüz də, Tural adını çəkir, Sevinç adını. Demək ki, bunları görürlər, bunlara baxırlar. Əslində, həqiqətən adamlar onlara baxmır da. Onlara baxan həqiqətən də bizik, ona görə ki, bizim şəklimizi qoyurlar, bizim adımızı yazırlar, bizim haqqımızda danışırlar. Siz baxınız da oradakı baxışlara. 5 nəfər, 50 nəfər, 70 nəfər, yəni öz çevrəsi, hələ ki, nə qədər pullar qoyurlar, reklama qoyurlar. Ona görə də biz bunun fərqində olmalıyıq. Bəli. Yox, onların axı gündəmə gətirdikləri mövzular nədir? Ümumi başqa mövzulardır. Onlar bir dənə hökuməti tərifləyən bir video çəksin, millət tüpürəcək onların sifətinə. Yəni, ar olsun yazacaq şərhlərdə. Hökumətin hər hansı bir addımını tərifləyən bir şey də eləyə bilmirlər, etmirlər. Təsəvvür edirsiniz. Amma hökumət bunlara bu qədər pul ayırır. Amma hökuməti tərifləmirlər. Bilirlər ki, tərifləsələr millət söyləyəcək bunu. Tərifləmirlər də.
ümumi nə bilim müğənni falan şeylədir. Nə bilim güya Rusiya falan şeylədir. Ay müharibə belə, ay Trump İranı bombaladı, ay nə bilim nədir. Bu temaları gətirirlər. Bu hökumətin tərəfini saxlamaq deyil. Milyonlarla pul tökürlər ki, hökuməti müdafiə etsinlər. Hökumətlərini müdafiə edə bilmirlər. Nəyini müdafiə etsinlər? Onu da etmirlər. Yəni başa düşürsüz? Ümumi şeylərdən danışırlar hələ baxışları Bəli. altı. Bugün bizə bu qədər qısqanclıqla yanaşırlar. Açsınlar, onlar da bizim kimi öz komment şərh bölümünü, live chat'i, yaxud şərhləri. Bu adamlar yazsın da, niyə aça bilmirlər? Siz fikir verin, bağlıdır. Niyə görə? Çünki bilirlər ki, söyləyəcəklər. Bilirlər ki, adamlar onları nə günə qoyacaqlar, ona görə də bağlı saxlayırlar. Bir tərəfli monoloq. Monoloqla iş keçmir. Niyə görə biz açırıq? Niyə görə biz qorxmuruq? Niyə görə bizdə interaktivdir? Ona görə ki, biz görürük ki, bizi dəstəkləyirlər. Elə deyilmi? Yəni fərq həm də bundan ibarətdir və ona görə mən düşünürəm ki, süni zəkadan hamı istifadə etməlidir. Gənclərimiz, cavanlar, telefonu ilə, mobili ilə. Şükürlər olsun ki, indi elə bir zamanda yaşayırıq ki, bir mobil smartfon hər şeydir. Smartfon həm kameradır, həm mikrofondur, həm orada edit etmək, redaktə etmək appləridir, proqramlardır, hər şey. Bunun üçün əvvəl idi, bilirsiniz, o efirə çıxmaq üçün bu lazımdır, bahalı bu lazım. İndi heç nə lazımdır. Bir dənə sənin smartfonun varsa, vəssalam, sən orada artıq hesab et ki, sən vətəndaş jurnalistisən. Gördüyünü çək, yerləşdir. Bəli, əgər Azərbaycandasansa, məsləhətlidir ki, başqa adlarla, nicklərlə istifadə edin. Mütləq VPN-dən istifadə edin. VPN-dən istifadə edəndə Qərb ölkəsini qoyun. VPN-ə pul sərf edin. Hesab edin ki, bu sizin təhlükəsizliyiniz üçündür. Yaxşı VPN alın. Mən məsələn ayda 10-15 dollar ki, məsələn baha gələ bilər, amma bu sənin təhlükəsizliyindir ki, izləmirlər səni, səndən istifadə. Çünki bunu da biz fərqində olmalıyıq ki, Əliyev hakimiyyəti avtoritar rejimlərin bütün know-howlarını Azərbaycana gətirməkdədir. Məsələn, uzaqdan ödəmə var da, normal bir şeydir. Mən də burada şlagbama yaxınlaşanda o məni tanıyır və nömrəni, pulu çıxır. Bu məni narahat etmir. Azərbaycanda bu olanda bu məni narahat edir. Çünki sənin kimliyini, sənin dalınca düşür, sənin 10 il əvvəl yazdığın posta görə səni cəzalandırır. Məsələn, biz bunları qorxutmaq üçün demirik, biz sadəcə olaraq adamların özlərini mühafizə etməsi üçün deyirik. Ona görə Azərbaycan içərisində etmək mümkün olmayanları xaricdəkilər etməlidir. Bizim diasporumuz etməlidir. Mən bizim diasporumuzun daha fəal olmasını görmək istərdim. Həm bəyənməklə, həm paylaşmaqla, yeni adamları gətirmək, həm də ki, maliyyə ilə, funding ilə, bax, dəstəkləməklə bizim çıxış yolumuz budur. Tamamilə doğrudur. VPN-dən istifadə edin, bilmirsinizsə nədir? Dostunuzdan, övladınızdan kimsə soruşun, telefonunuza yüklüyün və Qərbi Avropa, Amerika ölkəsini dəyişin. Artıq sizin telefonunuz Azərbaycanda deyil, başqa bir ölkədə baxış kimi gedəcəkdir. Xüsusən də bizim kanallarda, YouTube-da baxış, hansı bir videomuza baxdığınız zaman ayrı vaxtda açın. Bizə baxdığınız zaman VPN-i qoşun. Telefonunuz ilə VPN sənə işləsə daha yaxşıdır. Bizə baxdığınız zaman isə daha çox önəm ayırın ki, yəni VPN ilə baxmağa. VPN önəmlidir. Bəli. Təşəkkür edirəm sizə. Azad Söz kanalından Tural bəy Sadıqlı ilə idik. Tural bəy, bir də feedback edəcəksinizsə edin. Mənə də öyrədin, görək siz necə edirdiniz onu. Yox, məndə heç cür alım var. Heç cür alım var. Sonunda da bəyənmə alındı sizdə. Sizdə alındı.